Qonaq getdiyim yerdə mənə deyirlər ki, səndən kanalizasiya gəlir. Bir xanım danışıb bu haqda. Bildim ki, zirzəmilərini su mütəmadi olaraq zirzəmiləri sunanda olur. Zirzəmiyə su dolanda zirzəmilərə mütləq evdən o nəm qoxusu gəlir. Qadın da ona görə bunu bildirib ki, yəni qonaq getdiyim yerdə mənə deyirlər ki, səndən kanalizasiya iyi gəlir. Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 20 saylı binanın zirzəmisi kanalizasiya suyu ilə dolu. Təbii ki, istinad edirəm Qafqaz infoya. İnsanlar öz narazılıqlarını bildiriblər. Burada yaşayan 70-ə yaxın ailə bildirir ki, illərdir problemlə üzə qalsalar da məsələ hələ də öz həllini tapmayıb. 40 ilə yaxındır burada yaşayıram. Binanı həmişə bu vəziyyətdə görmüşəm. Hər yerə müraciət etmişik. Bəli, ərizələr yazılmışıq, amma heç kim problemimizlə maraqlanmır. Bütün kanalizasiya suları zirzəmiyə axır. Paltarlarımda yorğan döşəyimdən, hətta pərdələrdən belə pis qoxu gəlir. Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir deyə sakinlərdən biri bildirib. Təbii ki, qadındır bildirən, bunun fotosu var burada. Digər sakin isə mənzillərdə pis qoxu ilə yanaşı müxtəlif həşəratların da yayıldığını bildirir. Bəli, bunların hamısını mən də yaşayıram. Çünki Nəsimi rayonu Həza Aslanov 115 binasında, bu binada mən də yaşayıram. Mütəmadi olaraq zirzəmilərimiz sunanda olur. Həşəratlar da var, qurbağalar da var. Təkcə ilan görməmişəm. Qoxu, kəskin qoxu, bəli, o qoxunu daima biz burnumuzda hiss edirik. Mütəmadi olaraq o lüklar deyir də, onları biz nəzarətdə saxlayırıq ki, ora biraz su yığılan kimi həmən Nəsimi rayon kanalizasiya idarəsinə müraciət edirik. Mən o Xırdalanda narazı olan insanlar var, deyir, hamımızdan kanalizasiya gəlir. Mən deyirəm, tövsiyəm budur, köçün gəlin Nəsimi rayonuna. Burada doğrudan da kanalizasiya idarəsi və onun rəhbəri var, Yaşar müəllim. Yaşar müəllim, mən sizin soyadınızı bilmirəm. Biz onlara zəng vururuq. Yarım saatdan, bir saatdan sonra həmən gəlirlər. Ayda bəlkə 15 dəfə onlar bizim Həza Aslanov 115 ünvanına gəlib suları təmizləyirlər zirzəmilərdən. Sağ olsunlar ki, bizim daima bizi qoymurlar ki, biz o həşəratlar var, uzun xortumları da var, belə bölsünlər, bizim üzərimizə hücum etsinlər, nə bilim, ətrafı zəhərləsinlər, qoxu buraxsınlar. Yəni buna görə məsəl üçün idarədən də, təşkilatdan da çox şey asılıdır. Biz onları az halda hiss edirik. Qoymurlar biz onları yaşayaq. Bax, bu Xırdalan şəhərində, Xırdalanda yaşayan sakinlər kimi deyir, dayanmaq olmur. Uçan və yerdə gəzən müxtəlif həşəratlar, bəli, mənzillərlə doludur. Ev dərmanlayırıq, evləri kanalizasiya idarəsinə hər gün zəng edirik, xahiş edirik ki, heç olmasa zirzəmidəki suyu çəksinlər. Hər dəfə gələcək deyirlər, amma gəlmirlər. Gələn yoxdur. Yenə də deyirəm, bizim kanalizasiya idarəsindən başqa Nəsimi rayonu kanalizasiya idarəsi təşəkkür edirik ki, bizim həmən çağırışımıza gəlirsiniz. Təbii ki, mən arzulayıram ki, bu şikayətçilərin də daima zirzəmiləri, həyətləri, yaşadıqları ünvan nəzarət altında qalsın. Yay ayıdır, çox çətindir. Onları bu problemdən qurtarmağa çalışın, hörmətli kanalizasiya idarələri və digər məsul şəxslər və təşkilatlar.